o çiçek sendin dinlendi ağlapeler. Esen küleğe idinen külek, coşan külek sendin. Pencereme kondu çiçek, o çiçek sendin dinlendi ağlapeler. Esen küleğe idinen külek, coşan külek sendin. Ulduzların gözleriyle gördüm seni gece yarı. Dalgaların sözleriyle dindi gönül arzuları. Ulduzların gözleriyle gördüm seni gece yarı. Dalgaların izleriyle dindi gönül arzuları. Aziz Puşkinçiler, bir daha salamlar, hoş gəlibsiniz. Canınız sağlam olsun, ömrünüz uzun olsun, ruzunuz bol olsun, uğurlarınız çox olsun. Arzu edirəm ki, həmişə belə bayramlarda əfrağını görüşək. Sizin sayenizde hamısı var. Və sizdən xahiş edirəm ki, hər kəs özünü təqdim eləsin. Baş üstündə. Adınız, familiya, neçənci də Puşkində oxuyubsunuz, hazırda harada yaşayırsınız, nə işləyirsiniz, hər kəs özünü təqdim eləsin. Mən Razim müəllim tanıdığım üçün Razim müəllim haqqında deyə bilərəm. Bizim əziz və dəyərli dostumuz, qardaşımız Razim Məmmədli, Filologiya elmləri namizədi, dosent. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Ədəbiyyat Kafedrasının müdürüdür. Puşkin neçənci ildə bitiribsiniz? 83-cü il. 83-cü ildə Polnis rayonunun Ayorta kəndindəndir. Hazırda Bakı şəhərində yaşayır. Var olan. Sizin də özünüzü təqdim edin. Ben Yusubova Asiye Bekir kızı. Özüm Dımanis rayonunun Aşağı Ozman kəndindənəm. 81-ci ildə Xuşulu tutarmışam. Gəlmişəm Bakı, orada işləmişəm. Dımanis rayonunun Dövlət Mərkəzi 2050 tam otomobilində. Sonra 89-cu ildə köçmüşük, gəlmişik Bakıya. Bakıda 229 önəli məktəbdə dil ədəbiyyat müəllimi işləmişəm. Hal-hazırda təqaüdçüyəm, evdəyəm, Razımda yaşayıram. Sağ olun. Mən də Yusufova Şahsənən Əlmirəm qızı. Qardaban rayonunun Ulanovka kəndində dünyaya göz açmışam. 76-cı ildə Puşkin adına instituta daxil olub 81 dövrəmə bitirmişəm. Hal-hazırda Bakıda yaşayıram. Xarici dillər təmayüllü gimnaziyada 35 il orada müəllimlik fəaliyyəti ilə məşğul olmuşam. Hal-hazırda təqaüdçüyəm. Aferin. Ben Zöhrabova eşim, Allah'ın kızı. 1980-ci ildə institut tutarmışıq. Hal-hazırda evdə işləməmişəm, rəhmətli yoldaşım məni işə qoymuşdu. Evdar xanım, rəhmət eləsin, sən gözəl saxlayıb. Mən də Məmmədova Svetlana, 80-ci ildə qutarmışam Puşkini. Sonra özümüzün Polnis rayonunun Koları kəndindən anadan olmuşam. Orada işləmişəm 10 il. Ondan sonra Bakıya köçmüşük. Yox köçməklə əlaqədar 258 nömrəli orta məktəbdə burada müəllimə işləmişəm. Hal-hazırda təqaüdçüyəm, Bakıda yaşayıram. Bizim tələbələr məktəbdən qovuldu, praktika dönəmləri. İndi yazmaq düşdü. Sovet müəllimə var ki, bizim tələbələri çıxartdı. Aynen yazdı. Ona buna çağırtmayın. İsmailova Qəmrə, 81-ci il məzunuyam. Heç vaxt müəllim işləməmişəm, ticarətlə məşğulam, indi də işləyirəm. Hazır olsun, pulunuz çox olsun. Ticarətçi. Sən də? Ben İlyasova Zərnurə, Gürcistan Marniol rayonunda anadan olmuşam, Marniol'dan. 81-ci ildə məktəbi bitirmiş, institutu bitirmişəm. 86 nömrəli Bakı Xətai rayonunda 86 nömrəli məktəbdə 39 il Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləmişəm. Hal-hazırda təqaüdçüyəm, Bakıda yaşayıram indi də, evdə otururam. Təqaüdçü evdə otururam. Amma işləmək istəyərdim. Mən də istəyərdim, əlbəttə bizi Dünyaya bir dəfə də gəlsəydim, yenə də müəllim olardım. işləyərdim. Mən şərəfli bir şey yox. Çox şərəfli peşədir və
bu peşəyə kəm baxanlara mən də kəm gördükcə baxıram. daha hər gün təsdiqləyirik ki, doğrudan da şərəfli peşə. Çox təəssüf ki, Mən onu qızıma da deyirəm, qızım müəllimədir, gəlinlərimə də deyirəm, müəllimədilər onlar. təəssüf ki, bizi tez çıxartdılar təqaüdə. Hələ Tez, işləyərdik. Amma Yox, qərar biz çıxıb ki, Gücümüz 70 var. işləyə Hamıya bilərsiniz. qismət. Amma Ehtiyac qərar yaranarsa, təsdiqlənmir. ehtiyac yaranarsa. Təsdiqlənmir. Gücümüz, qüvvəmiz var işləməyə. Mən Daşdamirova Dilara Əhməd qızı 1982-ci ildə Puşkin adına pedaqoji institutu qurmuşam. Hal-hazırda 283 nömrəli məktəbdə müəllimə işləyirəm. Ben Aliyeva Tinaçin, Çolar kəndindənəm. 82-ci ildə institutu bitirmişik və institutu bitirən ildə Sumqayıta gəlmişik. 20 il orada işləmişəm. 33 nömrəli məktəbdə, 7 nömrəli icraatı məktəbində və sonra gəlmişik 25 ildə Bakıda yaşayırıq. Bakıda işləmişəm 14 nömrəli məktəbdə və hal-hazırda da təqaüddəyəm. Mən Abdurrahmanova Müşbərə Zamir qızı, Zaqatala rayonundanam. 1982-ci ildə Puşkin adına Dövlət Universitetini bitirmişəm. Hal-hazırda Zaqatala rayonu Ələbad qəsəbə 4 nömrəli tam orta məktəbində müəllimə işləyirəm. Mən Zamanova Manana 1982-ci ildə Puşkin adına Pedaqoji Universiteti bitirmişəm. Hal-hazırda Bakıda yaşayıram. Bu dəqiqə 96 sayılı məktəbdə ibtidai sinif müəlliməsi işləyirəm. Mən İsmailova Solmaz İsmail qızı. Bornis rayonunun Qaradaş kəndindənəm. 82-ci ildə Puşkin adına universiteti bitirmişəm. Hal-hazırda təqaüdə çıxmışam. Sabunçu rayonu 67 sayılı məktəbin dil ədəbiyyat müəllimi işləmişəm. 42 il stajım var. Uğurlar. İndi Sağ olun, təqaüddəyəm. uzun ömür. Sağ olun. Özünüz Ələbaddansınız. Bəli, Ələbaddan. Kimsə lazımdırsa? Yox, orada olmuşam mən bir neçə, ona görə. Bugündən sonra gələndə Mənim əziz və dəyərli qardaşım Sabir Quliyev bizim Puşkinçilərdəndir. Allah canını sağ, ömrünü uzun eləsin. Var olun. Sədi müəllim, Sədi Hacıyev bizim dəyərli ziyalılarımızdandır. Var olsun. Uğurlar. Bayram mübarək. Sağ ol, çox sağ ol, çox lazım. Var ol. Salman müəllim buyurun. Mən Əliyev Salman Ağaoğlu 1982-ci ildə Gümrüçü Dövlət Televiziyasının hazırlıq kursuna qəbul olmuşam. 1987-ci ildə qurulmuşam. 155 nömrəli məktəbin müəllimi işləmişəm. Təqaüdçüyəm. Mən Paşayev Müsət Həmmədoğlu 1975-ci ildə Tiflis Dövlət Televiziyasına qəbul olmuşam. 70-ci ildə qəbul olmuşam, 75-ci ildə qurtarmışam. Puşkinçilərin adı çəkəndə həmişə görürüz, hiss həyəcan keçirir. Ona görə də mən daha 75-ci il daha doğma il oldu. Yəni bugün uzun müddət müəllimlik fəaliyyəti ilə başım rəhbər vəzifədə işləmişəm. Bugün təqaüddəyəm. Çox xoşdur ki, Puşkinçilərdən bir yerdəyəm. Və onu da bildirim ki, Nüsrət müəllim bizim əziz müəllim, şad olsun, Əmrullah müəllim, Əmrullah Paşayev qardaşıdır. Həm də hamımızın sevimlisi Mədət Çobanov, Mədət müəllimin tələbəsidir. Çox gözəl. Orta Səharadoğlu 1984-cü ildə Adıçıqram Universitetində qəbul olub, 91-ci ildə bitirmişəm. Çox xoşdur ki, bugün bizim görüşümüz baş tutur, dövləti görüşümüz və ümidvaram ki, bundan sonra əyənlər sürədə davam edəcək. Tanışmışıq da hər ay yanvarın 22-si bizim görüş günümüzdür. İnşallah. Mən Sədi Hacıyev, Müşfiqin yerisi, canı ziyarı, əziz dostu. Mən istəyərdim ki, həmişə də belə yerlərdə iştirak edək, şənlənək, güzel günler çekilir. Var olsun. Şaxan müəllim bizim əziz və dəyərli dostumuz, qardaşımız, gözəl və istedadlı yazıcısı Şaxan İlyəsoğlu. Salam aleyküm, hər kəsi salamlayıram, hər kəsə uğurlar diləyirəm. Bizim bu ənənəmizi davam eləmək üçün hamıdan xahiş edirəm. Bizim bu ənənəmiz davam eləsin. Mən Şaxan İlyəsoğlu 1960-cı ildə anadan olmuşam, Gürcistan Humanist rayonu
Şahmarlı kəndi. Hazırda işləmirəm. Amma bununla belə ədəbi fəaliyyətimi davam etdirirəm. Mən öz Pushkin ailəsindən xahiş edirəm ki, biz daimi olaraq hər ayın 22-si mütəmadi olaraq görüşlərimizi təşkil edəcək. Kimin müəyyən səbəblərdən işi olsa, yəni onlar üzərlidir. Amma çalışmaq lazımdır ki, həmişə görüşək. Yəni bu ənənəni davam edəcək. Bu işdə təşkilatçılıq işlərində Müşfiq müəllimə səmimi təşəkkürümü bildirirəm, Sabir müəllimə təşəkkürümü bildirirəm. Elə də qocaman müəllimlərimə, sağ olan müəllimlərimə uzun ömür, can sağlığı arzu edirəm. Ölən müəllimlərimizə Allahdan rəhmət və ümid. Sağ olun. Ulduzların gözleriyle gördüm seni gece yarı. Dalgaların sözleriyle dindi gönül arzuları. Ulduzların gözleriyle gördüm seni gece yarı. Dalgaların sözleriyle dindi gönül arzuları. Dindi gönül arzuları. Aylar geçer, il dolanar, yine kalbim seni yanar. Aylar geçer, il dolanar, yine kalbim seni yanar. Nərmin xanım, buyurun. 89-cu buraxmışıq biz. Pushkin-i. Hoş gəlmişsən. Manisa Şahmarlı kəndində. Hazırda Bakı şəhərində yaşayır. Bəli, Bakı şəhərində yaşayıram. Bakıslaviya Universitetində Azərbaycan Müstəqilliğində işləyirəm. Xeyirli uğurlu olsun. Mən də 89-cu buraxmışam, Muriyeva Nəzari. Soğan kəndindən, hal-hazırda Bakıda yaşayıram. Əsd xanım, buyurun. Mən də bunlarla oxumuşam, hal-hazırda Bakıda yaşayıram, amma işləmirəm. Hansı kənddəsiniz? Mən yerim Dumansin özüdür, Qəməriyə ərə getmişim. Tam sağ olun. Sağ olun. Göğü sular kalbimin aynasıdır ey yar. Arzular ömrümün solmayan yaraşığı. Dünyalar güzel. Bayramlarınız mübarek olsun. Canınız sağlam olsun. Ömrünüz uzun olsun. Ailenizde hemşe şadlıklar olsun. Ruhunuz bol olsun. Uğurlarınız çok olsun. Canınız sağlam olsun. Hamınız hoş gəlibsiniz. Hamınızı təbrik edirəm. Arzu edirəm ki, bütün günləriniz bax beləcə şirin, gözəl, mehriban, bərəkətli olsun. Həmişə bayram əhval rüyasında olun. Amma nə yaxın ki, bu yubileylər var imiş ki, biz görüşməyi yada saldıq. Və mən elə həmin gündən bir təklif irəli sürdüm. Sağ dəyərli dostlarla təklifimizi qəbul edilər. Dedi ki, bəli, doğrudan da yubileyi boyu davam edəcək. Sizin hamınıza təşəkkür edirəm ki, əziyyət çəkmişsiniz. Mən bütün dünyanın harasında yaşamasından asıl olmayaraq bütün Pushkinçiləri salamlayıram. Bütün Pushkinçilərə var olsun deyirəm. Sağ olanların Allah ömrünü uzun eləsin. Dünyasını dəyişmiş Pushkinçilərə, müəllimlərimizə və tələbə yoldaşlarımıza Allahdan rəhmət diləyirəm. Və icazəmizlə bütün dünyasını dəyişmiş müəllimlərimizin və tələbələrimizin əziz xatirəsini yada salmaq üçün bir dəqiqəlik onların xatirəsini yad eləmək üçün şuradan onları yad edirik.
Çox sağ olun, təşəkkür edirəm. Allah rəhmət eləsin. Və mən onların bir çox istərdim ki, dünyasını dəyişən müəllimlərimizi yada salam. Allah rəhmət eləsin, atam Mədət müəllim, Mədət Sobanov, Valih müəllim Hacıyev, Fərhad müəllim, Əhməd müəllim, Əmrullah müəllim, Əmrullah Paşayev, Əziz Mursaqulov, Allah rəhmət eləsin. Bütün dünyasını dəyişən müəllimləri çox istərdim ki, hamısını yada salam. Allah rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun. Sağ olan müəllimlərimizdən sözsüz ki, bu səsə, bu görüntüyə, başda Adil müəllim işi olmaqla sağ olan müəllimlərimiz də baxacaq. Və sağ olan müəllimlərimizə Allahdan uzun ömür arzulayıram. Və nə yaxşı ki, həmin müəllimlərdən biri Telman müəllim bugün bizim yanımızdadır. Telman müəllim, xoş gəlibsiniz. Canınız sağlam olsun, ömrünüz uzun olsun. Mən arzu edirəm ki, sizi həmişə belə gümrah görüm. Mən onu da deyim ki, Telman müəllimə hamımızdan çox təşəkkür düşür. Hamımız buradan Bakıdan Bakıya gəlirik. Amma müəllim belə demişkən, Şəkidən Bakıya gəlir, Gəncədən Bakıya gəlir. Özdə birinci dəfə deyil ki, Telman müəllim bizim tədbirimizə gəlir. Artıq bununla neçənci dəfə ki, mən sayını itirmişəm, Telman müəllimə elə bir dənə deyən saat ki, bizim belə bir tədbirimiz var, deyir, mən gəldim buradayım. Var olun Telman müəllim, sağ olun. Nə yaxşı ki, varsınız. Biz sizdən görüb götürürük, sizdən öyrənirik. Və arzu edirəm ki, bundan sonra da ən azı 30 il, 40 il, 50 il biz sizdən baxaq, öyrənək, yaşayaq və yaşadaq. Var olun. Sözünü sizə verdik. Şükürüm, sağ ol. Sözümü verdim. Ben tüm kuş işleri, kim burada oldu olmadı tabi yoktur. Hamısı salamlayalım. Hamısı can sağlık. Can sağlığı arzu ediyorum. Ve bu hoş günlerden beri kimi cinayetimize yapılacak. Bir isterimiz olmuştu. Bugün de tamam başka nümayendeler iştirakçı ekseriyeti tezeler değil. Bize göre tezeler iştirakçı ediyor ama yine de bizim talebelerimiz hamısı. Ve ben hamımıza xoşbaxt yazdım. Hamımızın ailərinizə saadet. Hamımızın övladlarınıza, özünüzə, həyat yoldaşlarınıza. Kiminki var, hamısı ona can sağlığı, kiminki yok sağlığı rəhmət edilsin. Ben şükürüm gelir, bizim sıramıza gelir müəllimlər Allah rəhmət edilsin. Tələbələr Allah rəhmət edilsin. Bununla bile ben bir xahiş şeylerdir ki, şükürüm bunlar bir dəqiqə yadda saldı ki, xatirələrini yad edirəm. Mən də arzu edərdim ki, xahiş edərdim. Bizim şəhidlərimizin də bir dəqiqə, əgər mümkünsə, şükür tutarıq, onu yad edir. Xahiş edərdim. Allah rəhmət eylesin. Bazılarımıza son sağlar. Çünkü bu bakıyor oturmak, şen, rahat, özde hamısı olan, karı hastalığı olan herkes bağışladır. Ona göre demeli biz onlara borçluyuz ve o borcu biz yalnız onlara yada salmağın hatırlamakla ödeyebiliriz. Ve bugün çoğun tələbələrimizi görürəm mən, hamısı əksəriyyəti keçən dəfə gəlməyənlərdir. Elə bir ki, məni həyat imtihanına çağırırlar, mən tanıdım. Mən də arasında bir şeylə, bir sözlə aradan çıxmışam genişlər. Bana sataşırlar deyir, yemək qocalmamışlar da. Hadisəm yerində deyil, siz cavanlaşırsınız, formalaşırsınız. Mən deyilim, nə yapıyorum? Həmişə formada olasınız, ürəyinizdə olasınız, xoş olasınız. Mən də evi yoxdur. Biraz söhbətdən sonra, yüzəkdən sonra mən sizi tanıyıram. Siz əgər məni hamı tanıyırsınız. Saç ağ yerindədir, tökümün yerindədir senin. Sağ olun və Şükür müəllim də sağ olsun, bu əziyyət çəkəndə də sağ olsun. Bu əziyyət də görürsünüz. Elə asanlığa başa gəlməyəcək. Oradan buradan zəng edib çağırmaq, yığmaq. Siz də sağ olun ki, bunların səsini səs verirsiniz. Yaxşı əminlərdir. Mən alışlayıram, deyirəm, nə vaxt
Mən sağ olun, mən həmçəsi komanda özümüz yalan ki, məni dəvət edib gəldi. Sağ olun, məclisimiz daha şən olsun, daha nəğməli olsun, gülməli olsun, hoş olsun, oyun, gün və Allah verəni də iyi içinlər. Oldun, sağ olun. Bir daha hamınıza xoş geldiniz deyirəm, hamınıza sağlarınızı. Sağ olun. Sağ olun Telman müəllim. Onu da deyim ki, Telman müəllim bizim həm müəllimimizdir, həm də tələbə yoldaşımızdır. Telman müəllim 2 qat Puşkinçidir. Ona görə gəlin Telman müəllimi 2 qat alqışlayaq. Və bugünkü tədbirimizin təşkil olunmasında xüsusi əməyi olan, təşəbbüskar olan, həm də bizim aramızda daha yaşlı tələbələrdən olan Sabir müəllimə və eyni zamanda bizim Allah rəhmət eləsin dedim Əmroğlu müəllim Paşayev, onun qardaşı da bizim bugün sıralamalarımızdadır, o da Puşkinçidir. Və mən istərdim ki, indi sözü Sabir müəllim bir kəlmə deyir. Mən Sabir müəllim adından hamınızı salamlayıram, hamınıza uğurlar arzulayıram, hamınızı təbrik edirəm. Məni özünə vəkil hesab elədiyi üçün təşəkkür edirəm. Buyurun müəllim, Nüsrət müəllim. Şamuz xeyir, çox sağ olun, mənim üçün çox xoşdur ki, bugün tədbirdə iştirak edirəm, Puşkinçilər dedikdə burada ən yaşlısı Telman müəllimdir. Telmandan sonra mənəm, tələbətim və siz cavanlarınız, siz zamanında çox cavansınız. Sizləri görəndə fəxr edirəm ki, bəli, mən elə bir institutun tələbəsi olmuşam. Sizlərin hər biriniz ən başda can sağlığı arzulayıram. İşləriniz uğurlu olsun, gümrah olun və həmişə də Puşkinçi adını doğrular. Hamıza uğurlar, hoş günlər arzulayıram. Sağ olun. Deyir ki, pul vermişsiniz, sonrası almışlayayım. Müğənilər biraz şan şöhrət olurlar. Var olun. Teşekkür ederim. Allah sizləri var eləsin. Hər birinizi ürəkdən salamlayıram. Bir daha Novruz bayramınız da mübarək olsun. Və 2005-ci ilin bir gözəl nəğməsində sizlər üçün səsləndirirəm. O evdə yaşı ötən gənclər üçündür bu. Subaylarımız evlənmir. 25 yaşı keçəndə ata-ana deyir, abalaya, yetimləri evlənsən, biz də gəlin qulluğu görək. Orada demişəm ki, atam anam qocalır, hər gün məni danlayır, evlən deyir, ay bala, anan gəlin axtarır. Allah hamının ocağına gözəl günlər qismət eləsin.
Teşekkür ederim. Var olun. Şərəfdə səsləndir. Ne iş olsun Rafik müəllimə? Maşallah!
Sağ olun, var olun. Qonaqlarımıza verək. Mənim tələbəlik illərindən tanıdığım əziz dostum, qardaşım, şair, yazıcı, publisist, ictimai xadim, özü Texnik Universiteti qutarsa da, sonralar Dövlətçilik Akademiyasında 2-ci təhsil alan, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, başqanı, sözün əsl mənasında dost, gözəl insan və bu gündə Milli Məclisdə ekspert kimi çalışan Əkbər Qoşalıya söz verdik. Əzizlər, sizi və sizin adınızın işıqla yığışan, cümləyinizə yığışan dəyərli ziyalılarımızı, hanımefəndiləri və əfəndiləri həmi demək Novruz bayramı münasibəti ilə, həm qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bu hamımızın ömrümüz bayram havasında, bayram dadında, ağır şirinliğinden keçsin, hər Allah. Borçalı, Darbaz, bizim vətənin qıraqda qalan yerləri haqqında söhbət düşəndə bir başqa iqlimət kökləri, bir başqa quvvət kökləri sizə bir daha vətəndaş, yazar, dost təşəkkürlərini yetirəm ki, uzun illərdir siz bu duyğuları diri tutursunuz. Sizin məşhur sözünüz var. Bəlkə də sizdən öncə də deyilir, bəlkə sizdən ustadlarımızdan geçsin, amma mən sizdən eşitmişəm bunu. Unutsaq, unudularıq. Siz nə unutmağa, nə unutmağa qoymayan, dəyərlərimizi yaşadan, abidə insanların haqqını verən dəyərli bir ziyalısınız. Usta doğrusunuz, amma maşallah olsunuz, özünüz də bu yaşınızda ustadlaşırsınız. Neçə qələm adamının ilk yazıları sizin redaktör olduğunuz nəşrlərdə işinizi görüldü. Bu bir dəfə olmuyor, 2 dəfə olmuyor, 3 dəfə olmuyor. Demək ki, bu sizin xarakterinizdən irəli gəlir. Bu bir tendensiya deyil, bu bir təsadüf deyil. Bu sizin ömrünüzün, necə deyərlər, qanuna uyğunluğudur. Bu sizin həyatınızın sosial sütunluğudur, necə deyərlər. Buna görə də mən sizə bir daha təşəkkür edirəm. Təsadüfi deyil ki, sizin yubileyiniz yanvar ayında olsa da sosial mediada izlədiyimiz kimi sizin ünvanınıza təbrik yağmurlar davam etməkdədir. İctimai xadimlər, ziyalılar, dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri davamlı olaraq sizin ünvanınıza öz təbriklərini getirirlər. Belə təbriklərdən biri də bizim hörmətli komitə sədrimiz Fazil Mustafa tərəfindən sizə ünvanlanır. Mən indi icazə zamını sizə təqdim edim. Bir də siz qələm alırsınız. Mən çox fikirləşdim ki, sizə nəyi hədiyyə edəsək daha məqsədə yanlar. Qəsəm deyirəm ki, qələm alanlar qələm hədiyyə etmək daha doğru var. Ona görə də xahiş edirəm bu mütəvazi hədiyyəni qəbul edəsiniz. Ömrəyiniz bir daha mübarək olsun. Həmişə ömrdən 5-ə 5 ayısınız. Və həmişə yazdıqlarınız 5-ə var. Təbrik edeyim. Bir önce Çox sağ olun Əkbər müəllim, mən sizə təşəkkür edirəm. Bizim Milli Məclisimizə təşəkkür edirəm, Milli Məclisimiz komitə sədri Fazil müəllimə xüsusi olaraq təşəkkür edirəm. Var olun, təşəkkür edirəm ki, bizi yada salıbsınız. Diqqətiniz və qayğınız üçün xüsusi təşəkkürlər, var olun. Sevişmeyin yanında, sene vurma, istesen bu canımı, sene vurma. Sevişmeyin yanında, sene vurma, istesen bu canımı, sene vurma.
əzizim, böyük qardaşım, dəyərlimiz, sevimlimiz Musa Nəbi olma söz verirəm. Mən əvvələ hamımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Allah ömrünüzü uzun, canınızı sağlam, süfrənizi bol ruzlu və keyifli eləsin inşallah. Və təbii ki, müşaviri təbrik edirəm və sizlərə də onu arzulayıram ki, belə ad günləri, bayramlar bir yerə yığışmanıza xoş bəhanə olsun. Tez-tez yığışasınız, bir yerdə olasınız. Pushkin adına institut, Gürcistan maarif sahəsində, Gürcistan və Cəzədə bir məktəblərdə, təhsildə böyük rol yaşayır. Böyük, ayıq böyük şöbələr işləmir, amma bir ənənəsi olan adi təhsil ocağı olub, oradan çox böyük ziyanlar çıxır və bu gün də Azərbaycan elmində öz sözünü deyən alimlər var ki, Pushkin adına Tiflis Dövlət Fakültəsinin məzunları da bir məlumat yanımızda. Mən bir daha Pushkin səni təbrik edirəm. Ömrün uzun olsun, canın sağlam olsun, həmişə mən bilirəm, əhatən genişdir, arzuların qədər əhatən də genişdir, Allah daha geniş eləsin, ən birincisi ömrün uzun, canın sağlam olsun. Dünyanın ən gözəl neyməti olur, sənə sağlıqlı ömür arzulayır. Sağ ol müəllim, var olun sana. Var ol müəllim, çox sağ ol. Növbəti sözü Aşıqlar Birliyinin katibinin çıxışından sonra sözsüz ki, aşığa verirlər. Mən bugün xeyli nətərdə ilə suaf qazanmışam. Uzun illərdir bir-birindən görüşməyən qohumları görüşdürdük. Bir-birini tanımayan kəndləri tanış elədik. Fikrə, sən heç çatanda yox, mən də yenilməzdir ki, burada Avaşlərdən adam var, Avaşlərdən müəllim var, hər də gözün qarışdadır. Savaş, sağ ol, var ol. Aşıq fikrə əldə ediyinə görə orijinal bir mahnı hazırlayıb, görəyin nə tərif edir. Var ol, var ol. Bu kollektivi mən təbrik edirəm. Çox hörmətli müəllim və bütün qonaqları salamlayıram. Və bu kollektiv çox mehriban kollektivdir. Mən bunların tədbirlərində əvvələ də iştirak eləmişəm. Uzun ömür can sağlığı arzulayıram sizin kollektivə və əlbəttə Müşfiq müəllimin ad gününə təsadüf edən ildir. Yubileyi təbrik olsun, mübarək olsun. Bir daha yaz bayramımız, saz bayramımız, bahar bayramımız mübarek olsun. Müşfiq müəllimin və ad günü də mübarək olsun eyni zamanda.
işləyir. Səməd, salamlar, eşq. Görürsən mi qardaş, əsas sən bax gör kimlər var da burada. Səni istəyənlər hamısı buradadır. Əsas odur. Gözdə birazdan görsənəcək. Danış əsgər işçilər inanmırlar. Danış.